valideyn zəng etmişdi. Valideyn məndən soruşur ki, mənim uşağımda nə idi ki problem? O yüksək nəticə, ən azından orta nəticə əldə edə bilmədi. Sizlərə başıma gəlmiş bir hadisəni danışmaq istəyirəm. Deməli, mən ikinci şansa uşaqları hazırlaşdırmırdım. Yəni şagirdlərim özləri müstəqil hazırlaşırdılar. Bir nəfər mənə müraciət etdi ki, 21 gün qala mən onu hazırlaşdırım. Qəbul etdim, amma şagirdin bazası əzbərçi şəkildə idi. Yəni düsturları əzbərləyib şablon məsələləri tətbiq etmək idi. Düsturların məntiqini, dərsin məntiqini anlamırdı. Şagird bu yaxınlarda öyrəndim ki, məzuna qalıb və yenidən mənə müraciət etdi və valideyn zəng etmişdi. Valideyn məndən soruşur ki, mənim uşağımda nə idi ki problem? O yüksək nəticə, ən azından orta nəticə əldə edə bilmədi. Və mən də valideynə artıq izah etməyə başladım. Məhz fərdi yanaşma bax buradan başlayır. Şagirdi müşahidə edib düzgün diaqnoz qoymaqdır. Qeyd etdim ki, övladınız düsturları əzbərçi şəkildə öyrənib, yəni əzbərləyib və tətbiq edir. Amma ki, düsturun məntiqini, dərsin məntiqini anlamağa çalışmır. Hardan gəldiyini öyrənmək istəmir. Və buna görə də artıq bazası zəif qurulmuşdur. Baza dərs zəifdirsə, testdə tətbiq etmək də zəif olacaq. Həmçinin mən sualı izah edirəmsə, mütləq gedib ona evdə baxmaq lazımdır. Özüm müstəqil işləyənə qədər baxmaq lazımdır. Yoxsa müəllim izah etdi, bunun ağzını burada bağlayım, bitdi. Bu söhbət olmamalıdır. Və həmçinin telefondan düzgün istifadə etmək qaydasını şagird bilməlidir. Bunu da valideynə dedim. Artıq valideyn başa düşdü ki, övladında hansı məqamlar düzəlməlidir. Bir yerdə valideynlə mütəmadi əlaqə də məhz belə olur.